Bugün Ayətül Kürsi haqqında danışacağıq. Həqiqətən bu ayənin fəzilətləri saymaqla bitməz və o bizə böyük güc verir. Yəqin ki sizin de sevdiğiniz bir stat var. Gün ərzində sizi toparlayan bir cümlə, içinizi rahatlatan bir mantra. Ama dünyada təxminən 2 milyard insan üçün elə bir ayə var ki, təkcə gözəl söz deyil. İlahinin memarlığını izah edən, inancın mərkəzini formalaşdıran, qoruma və güc rəmzinə çevrilən bir mətn kimidir. Bugün məhz o ayəyə toxunuruq. Bəqərə surəsinin 255-ci ayəsi hamımızın tanıdığı adıyla Ayətül Kürsi. Bəziləri bu ayəni sadəcə tərcümə kimi oxuyur. Amma klassik təfsirlərə baxanda görürük ki, burada söhbət adi bir mətndən getmir. Mənbələrdə Ayətül Kürsi Quranda ən böyük ayə, hətta şah ayə kimi təqdim olunur. Bunu təsdiqləyən çox məşhur bir rəvayət var. Sahabə Übey ibn Kəb peyğəmbərdən belə bir sual eşidir. Allahın kitabında ən böyük ayə hansıdır? Übey ibn Kəb tərəddüd etmədən cavab verir, Ayətül Kürsi. Və peyğəmbərin reaksiyası sadəcə afərin deyil. Rəvayətdə buyurulur, canım əlində olanı and olsun ki, bu ayənin dili və 2 dodağı var, o ərşin ayağı altında Allahı təsbih edir. Yəni bu ayə kağızdakı söz olmaqdan çıxıb canlı bir təsir kimi təsvir olunur. Amma bu ayənin ən çox danışılan tərəflərindən biri, onun praktik qoruyucu gücüdür. Və təfsirlər bizi çox təsirli bir hekayəyə aparır. Əbu Hüreyrə və gecə gələn oğru. Əbu Hüreyrə Ramazan ərzaqlarına nəzarət edərkən gecənin yarısında birini xurma oğurlayan yerdə tutur. Oğru yalvarır, kasıb olduğunu, ailəsinin ac olduğunu deyir. Əbu Hüreyrə ürəyi yumşaq olduğu üçün onu buraxır. Səhər peyğəmbər ona xəbər verir, o sənə yalan danışdı, yenə gələcək. Və həqiqətən, 2-ci gecədə gəlir. 3-cü gecə isə Əbu Hüreyrə artıq qəti qərar verir. Bu dəfə səni peyğəmbərin yanına aparacam. Elə həmin an oğru çarəsiz qalır və deyir, azad burax sənə bir sirr öyrədim. Yatağına girəndə Ayətül Kürsi oxu. Allah sənə bir qoruyucu təyin edəcək və səhərə qədər heç bir şeytan yaxınlaşmayacaq. Əbu Hüreyrə bunu peyğəmbərə danışanda çox məşhur cümləni eşidir. O yalançıdır. Amma bu dəfə sənə doğru dedi. Və mənbələr burada çox açıq işarə verir. O oğru şeytanın özü idi. İndi gələk əsas sualımıza, niyə məhz bu ayə? Onun içində nə var ki, bu qədər böyük sayılır? Təfsirlər deyir ki, Ayətül Kürsi təxminən 10 əsas cümlədən ibarətdir və bu cümlələr Allahın mütləq hakimiyyətini təsvir edir. Ayə belə başlayır. Əl-Həyyul Qəyyum, yəni həmişə diri olan və hər şeyi ayaqda saxlayan. Sonra belə deyir, onu nə mürgü tutar, nə də yuxu. Yəni, Allahın nəzarəti təkcə yuxusuzluq deyil, hətta ən kiçik mürgüləmə belə qeyri-mümkündür. Və ayənin ən kürsü hissəsinə gəldikdə, təfsirlər o qədər böyük bir bənzətmə verir ki, insanın düşüncəsi sanki dayanır. 7 səmanı və 7 yeri təsəvvür edin. Hamısını bir səhraya yerləşdirin. Və deyilir ki, bu nəhəng kainatın hamısı, kürsünün yanında səhraya atılmış bir üzük kimidir. Yəni bizim bütün kainatımız Allahın mülkü yanında toz dənəsi qədərdir. Və ayə bunu bir cümlə ilə möhürləyir. Onun elmindən, özünün istədiyindən başqa heç kəs heç nəyi qavraya bilməz. Burada 2 möhtəşəm tərəf var. Bir tərəfdən kosmik miqyas, insanı kiçildən bir əzəmət. Digər tərəfdən isə çox şəxsi bir yaxınlıq, qorunmaq üçün oxunan bir ayə. Bəlkə də Ayətül Kürsinin ən böyük ayə sayılmasının sirri də budur. O həm kainatı izah edir, həm də insanın gecəsini qoruyur. Və təfsirlərdə ən ironik, ən düşündürücü məqam. Şərdən qorunmağın ən böyük yolunu möminə şərin özü öyrədir. Yəni, şeytan sənə şeytana qalib gəlməyi öyrədir. Çünki həqiqət həqiqətdir, kimdən gəlsə də.